2026-cı tarixdir və bu gün bizim üçün əlamətli günlərdən biridir. Çünki bizim Ağdam rayonu Marazlı kənd sakini şəhidimiz Məmməd Hüseyin İlxanoğlu'nun bugün anılır. Və nəzərinizə çatdırım ki, şəhidimizin qardaşı Çingiz bugün tədbirdə iştirak edir. Çingizi hər kəs tanıyır. Çingiz öz vətənpərvərliyinə son ilə mən sizə demişdik, 2020-ci ildən bu günə qədər bizim huzurun qarşısında şəhidlərimizin hər kəsə məlumdur ki, qoyulan plakatların, tikilən ağabeyinin qarşısında hər zaman öz ən vacib işlərin təxirə salaraq təmizlik işlərini məşğul olur. Allah can sağlığı versin və Məmməd Hüseyin timsalında Azərbaycanın müstəqilliyi uğrunda canına qarşı bütün vətən evlatlarının xatirəsi bir yerdən şübhə yapılır. Allah bütün şəhidlərimizə rəhmət hörmətli şəhid ataları, hörmətli veteranlar, hörmətli tədbir iştirakçıları. Nəzərinizə çatdırım ki, bugünkü tədbirdə şəhid ataları, veteranlar və vətənpərvər insanlar iştirak edir. Bu günlərin Məmməd Hüseyin İlxanoğlu'nun anı günüdür. Nəzərinizə çatdırım ki, Məmməd Hüseyin 1978-ci il 26 dekabrda Ağdam rayonu Marazlı kəndində anadan olub və doğulan gündən vətənpərvər kimi böyüyür. Və nəzərinizə çatdırım ki, Səyyafın atası İlxan kişi 2-ci dərəcəli əlil olduğu üçün evin bütün ağırlığı, yükü onun evin böyüyü olan Səyyafın çiğnərinə düşür. O dövr kapoz dövrü olduğu üçün və həm də Səyyaf bizə əm olun, yaxın olduğu üçün mən onu daha çox yaxından tanıyıram. Çox zəhmətkeş bir övladı bu. Vəfa vaxtlarından atasının, anasının yanında, balaca qardaşlarının evin bütün ağırlığının yükü onun çiğnində çəkildi və vaxt zaman gəldi keçdi və hər kəsə məlumdur ki, 92-93-cü illərdə, 90-cı illərdə müharibə başlayanda o az yaşlı məktəbli idi, ancaq bir vətənpərvər el ovladlarından onu narahat edirdi hər zaman. Və 1998-ci ildə, 97-ci ildə hərbi xidmətə çağırıldı. Gen sayılı Ermənistanla həmsərhəd olan Gədəbəy rayonunda hərbi xidmətini orada davam etdirdi. Hərbi xidmətdə olarkən. 1998-ci ilin 15-iyunun 15-də düşmən Gədərbəyin Qocadağ müstəqliyində düşmən təxribatının qarşısını alarkən orada minaya düşərək şəhidlik istiqamətinə uzanmışdır. Allah qəhrəman şəhidimizə rəhmət eləsin. Şəhidimizin nəzərdə çatdırır ki, şəhidimiz həm də musiqi təhsiliydi, musiqi orta məktəbdə Qaradağ Uşaq Musiqi Məktəbində tar bölməsinə gedirdi. Arzusu musiqisi olmalı. Və onun ölümündən çox sonra onun anası Sona xanım tərəfindən onun yeganə qalan tarı gördüyünüz kimi burada qalan tar bizim muzeyimizin bilgilərin eksponatlarına çevrilib və anası tərəfindən bizim muzeyə eksponat olaraq verilir. Çünki muzeyə gələn ziyarətçilər hər zaman soruşurlar və onun şəhidimiz haqqında məlumat verərkən onun da bizə qalan eksponatından məlumat veririk. Və bugün bizim tədbirdə şəhid atalar iştirak edir. Mən istərdim ki, bizim şəhid atası, özü qazi olan, şəhid qardaşı olan Mehman Göyüşova söz verir. Mən də şəhidimizə Allah'tan rəhmət diləyirəm, onun əzizlərində Allah'ın səbir diləyirəm. Şəhidlər bizim baş ucalığımızdır. Onlar Azərbaycan xalqının, bizim xilaskarlarımızdır. Bizi düşmənin əlindən alan, düşmən məhv edən qardaşlarımızdır, oğullarımızdır. Mən şəhidlərlə fəxr edirəm. Mənim oğlum da şəhiddir. 23 yaşında şəhid oldu, cavan olaraq. Nişanlı idi. Şəhid valideyni olmaq həm qürurludur, həm də çox ağırdır. Yəni, cavan balamızı itirmişik. Yəni, cavan balanı keçmək biraz çətindir. Amma bir o iş var ki, həm fəxri, həm qürurludur ki, onlar bizim torpaqlarımızı işğaldan azad elədi. Onlar bizim yaxşı yaşamağımız üçün canlarından keçdi, həyatlarından keçdi, yaşamaq ümumunu keçdi. Nə ki, Azərbaycan xalqı şəhidləri unutmayacaq, şəhidlər yaşayacaq.
Azərbaycan xalqı özü də yaşayacaq. Çünki şəhidlər unudulmazsa, həmişə vətənpərvərlik yayılacaq. Vətənpərvərlik unudulmayacaq. Qiymət verildikcə şəhidlərə, şəhid valideynləri də rahat olacaq. Ürəkləri, qəlbləri sakit olacaq ki, bizim babalarımıza qiymət verilir. Yəni onların adını anmaq, onları yaşatmaq lazımdır. Tarih bizə heç bir şeysə umurur kimdənsə, nədənsə. Çox sağ olun, hamınız məni dinlədiyiniz üçün çox sağ olun. Evet, çok sağ ol Ekman kardeş. Allah sağlıcak sağlık versin. Senin de kim kardeşin. Sağ ol. İnşallah. Neşe taplar. Siz de yüreğiniz daha rahat olur. Çünkü dünenlerim siz şehit kardeşimiz tanır diye insan süfresi açtınız ve bize geldi bir süfrede iştirak edelim. Allah size can sağlığı versin. Allah bütün şehit ailelerine sabit özüm versin. Her zaman yanınızdaydım. Geçersin. Her zaman yanınızdayız. Her zaman da istəyərik ki, sizin də xoş xəbərlərinizi eşidək. Və bugün bizim tədbirimizdə həm özü veteran, həm də ailənin, şəhid ailəsi, Səyyafın, Elxan kimi yaxın qonşusu və qohumu olan bu da Mövbət, Qədirov Mövbət iştirak edir. Mən istəyirəm sözünə görə. Hörmətli iştirakçılar, əziz şəhid ailələri, valideynlər, biz bu günlərin vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidimiz Səyyaf Məmmədov, mənim həm qan qohumum, qapı bir qonşum, onun anım gününə toplaşmışıq. Biz gözümüzü açandan bu Səyyaf balamızı elə igid oğlan görmüşük. Hətta mən burada hər şeyə çıxacaq. Mənim babam öz devri üçün 2 müharibə görmüşdü. Bir dəfə o kəndin əyağında başında kimsə ailəsində bir oğlan uşağı olmuşdu. Bu kişi xara papağı atdı, çomağında belə oynadı, qol qaldırıb süzəndə mən dedim ki, ay baba, o filan kəs deyil. Dedi, ay oğul, sən bilməzsən, oğul doğulan gündən oğuldur. Allah rəhmət eləsin, şəhidlərimiz doğulan gündən oğul olublar, doğulan gündən igid olublar. Şəxsən Qədirovlar ailəsi adından, yaşımın o yeridir ki, elimiz, obamız, bütün ətrafımızdakı ağsaqqal, abisəklər adından Sahib müəllimə mən ürəkdən öz təşəkkürümü bildirirəm. Nəyə görə? Sahib müəllim Rahib Məmmədov qəhrəmanlığın bir məktəbə çevirdi. Sahib müəllim həmin məktəbi akademik zirvəyə qaldırdı. Bu birinci tərəfi, ikinci tərəfi də hamımızın ürəyində xüsusi yeri olmuş şəhidlərimiz üçün Sahib müəllimin hazırladığı tədbirlər, gördüyü işlər doğrudan Respublika səviyyəsində bu yüksək qiymətə layiq bir insandır. Onun da ətrafında Çingiz qardaşımız belə olmalıdır. Bunun hamısına görə biz sizin ikinizə də təşəkkür edirik. Mən elə başa düşürəm ki, Respublikada bütün vətəndaşlar, bütün müəssisələr Sahib Məmmədov, bu Rahib Məmmədov muzeyi təşkilatı səviyyəsində olsa, vallahi bu ölkəyə güc nazirliyi lazım olmaz. Sahib müəllim, bütün bu əməyinizə görə çox sağ olun. Çox sağ olun. Doğrudan hər yanda ürəyimiz açılır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, torpaqların nurla dolsun, qarşılarında da baş əyirik. Sağ olun. Çok sağ olun. Dede babalarımız qabaqda oğul uşağı dünyaya gələndə deyirlər ki, düşman qarşısında çəpər. Elə bir məsəl vardı. Onun da bariz nümunəsini biz 2020 44 günlük vətən müharibəsində başlayan savaşda gördük ki, bizim oğullarımız həqiqətən də düşmənə öz layiqli cavablarını verdilər və bizi Qarabağımızı tamamilə azad etdilər. Və bu günlərin bizim tədbirdə həkim Salih kimi tanınan Qarabağ müharibəsi iştirakçısı var ki, Salih həkim
çox baytar həkimdir. Ancaq ona həkim ləqəbin, həkim statusu ona 1-ci Qarabağ müharibəsində döyüşlərdə ona verir. Çünki o insan bir çiynində tip çantası, bir çiynində avtomat, bölük komandir olub, hər zaman əsgərlərin yanında olub, yaralıların yarasını sarıyıb və onlara həm tibbi qayğı göstərib və həm də bölük komandir olaraq öz layiqli sözünü deyib. Buyurun. Çox sağ ol, Sahib müəllim, söz verdiyiniz üçün. Sizə minnətdarlığımı bildirirəm. Qorxmaz müəllimə minnətdarlığımı bildirirəm. Şəhid ailələrinə, atalarına öz minnətdarlığımı bildirirəm. Bu günlərim şəhidimizin anım gününə yığışmışıq. Allah ona rəhmət eləsin. Həmişə mən o haqda eşitmişəm ki, döyüş zamanı igidlik, mərdlik göstərən bir döyüşçü olmuşdu. Mən demək istəyərəm ki, yəni şəhidlərimizin hamısı igid, mərd, qəhrəman olmuşdular. Çox sağ olun. Allah şəhidimizə rəhmət eləsin. Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Çox sağ olun, minnətdarım. Sağ olun. Sağ olun, Sağ olasın. Və son illər bizim vətənpərvər bir insan tanımışıq. Onun adı Vüsal. Özü Göranboy rayonundan olsa da bizim Qaradağ kəndində yaxında yaşayır və hər zaman bizim müqəddəs ziyarətgahları, şəhid ailələri və müqəddəs yerlərin ziyarəti edərkən onu tanımışıq, görmüşük və ailənin də yaxın ailə dostudur. Vüsal adına soruşuyoruz. Çok sağ olun, Sahib müəllim, sözleriniz için. Allah şəhidimizə rəhmət edirik. Anım günü yaptı. Bize böylələrdən bir şuarlarıq. Vətən o zaman vətən olur ki, hər bir zaman şəhid var. Vətən o zaman vətən olur ki, bayrağı hər bir zaman ucaq olur. Mən də öz adımdan Çingiz bəyə qardaşın Allah rəhmət eləsin deyirəm. Çünki bizim bir hədəfimiz var, bir şuarımız var. İrəvan torpaqlarını azad etmək. İnşallah ki, yerdə qalan gənclərimiz də bu şəhidlərə baxaraq, ilham alaraq, onlardan ruh yüksəkliyi götürərək o torpaqlarımızda azad edilir. Şəhidlik gözəl zirvədir. Allah hər bir müsəlmana, hər bir türkə o zirvəni nəsib etsin. Çünki o zirvəyə çatmaq üçün hər bir insan canından, qanından keçir. Bunlardan da biri olan Səyyaf qardaşımıza canından keçdi. Bizim torpaqları azadlığı uğrunda, bizim torpaqların bütövlüyü uğrunda öz canını itirdi. Mən Səyyaf bəyin atasına da rəhmət edirəm, anasına da rəhmət edirəm və sizlərə də çox sağ olun ki, bu günlərim toplaşıb onu yad edirsiniz və Səyyaf bəyin ruhu şaddır. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Şəhid valideynlərindən də haqqınızı halal edin ki, siz bizlərə böyük bir şücaətli evlatlar yetişdirmişsiniz. Allah rəhmət eləsin şəhidlərimizə. Allah rəhmət eləsin. Siz də həmişə vətənpərvər, ruhda olan bir insansınız. Və bugün bizim tədbirdə bizim kəndimizin 16 şəhidindən olan şəhidlərimizdən də birinin qardaşı, Əbdülrəhmanov Famil Sabiroğlu'nun qardaşı Fazıl iştirak edir. Ben istəyirəm ki, Fazıl. Çok sağ olun, sağ olun. Allah razı Türkiye ailelerine, onların yakınlarına, hamısına can sağlığı diliyorum ki, bizim Səyyaf qardaşımızın anım günümüz orada bizim dərdimizə şərik olmağa qatlaşırlar. Allah Səyyaf qardaşımıza da rəhmət eləsin. Səyyaf qardaşımız demək olar ən gənc şəhidlərimizdən biri olur. Allah ona rəhmət eləsin. Səyyafın qardaşı Çingiz də çox vətənpərvər bu şəhidlərimizə böyük can yandırır burada. Onun plakatlarından təmizliyinə olmuşdur. Yarın düşəndə müəyyən işlərinə köməklik edir. Allah o güzanı sağ eləsin, qardaşına da rəhmət eləsin. Sizə hoş gəlmişsiniz, hamımıza minnətdarlığını geçən sağ olun. Çox sağ olun. Sağ olun. Sağ olun. Ağdam cəbhəsində 44 günlük vətən müharibəsi başlayanda bizim həqiqətən də əsgərlərimiz çox cəsur döyüşdülər.
və hətta onlar öz sözünün istəyir top arxasında, istəyir münavir arxasında, istəyir tank belində öz sözünün layığınca edirlər və düşmənin üzərinə aslan kimi atılırlar və öz sözlərin 44 günlük vətən müharibəsində edirlər. Elə övladlardan da biri bizim bu günlərin atası bizim tədbirdə iştirak edən Mühsinzadə Orxandır ki, bütün Ağdam cəmaatı o qəhrəmanımızı, şəhidimizi tanıyır və onun atası Səfiyyə ki, buradadır. Mən istəyirdim Səfiyyə dayıya söyləyəm. Çok zor oldu. Sağlam dediğim şey, biraz geç geldim öcürü sahip. Yani biz harda bir şey tedbiri olarsa biz orada memnuniyete iştirak edirik. Yani tek büyük şey yok. Yani sen üzülürsen sahip. İster 93. yılda, ister 92. yılda, ister ayın için. Harda bir şey tedbiri varsa yani biz bir şey orada iştirak edirik. Günlerde şehrimizin alanlarına gelsin. Geldiğim burada iştirak edirik. Bu da benim talihim için kısmetimizdi ki bir gözünüz kalbe geldiğiniz ama oğlum ya Ağdam'da büyüdü bu 20-30 yılda. Böyle bizi ben oğlum işte Ağdam'ı şehit gibi verdiler ya bilirsiniz bunu. Daim de bu Ağdam cemaatinden yanında olur. Çok sağ olsunlar. Sen oğlum şehit olan baktım isterildik. Günlerimize çalışıram ki böyle tedbirlere iştirak ediyor. Allah şehitimize görüşürüz. Sağ olun ki böyle görüşürsünüz. Şehidin adını tanısına. Şehit 20 ölmüşün 16 çekilmez. Boynuna yaşasınlar, şekilde yaşıyor. Şehitlerimiz Allah koysa yollar yaşasın. Sağ olun. Sağ olsun. Allah sağlıcan sağlığı versin və Orxan hər zaman bizim qəlbimizə bir qəhrəman olaraq yaşayır. Bütün şəhidlərimiz yaşayır və Orxan Topçu Orxan olaraq bütün internetdə, YouTube səhifələrində baxarkən böyle bir qəhrəman olaraq bu topun arxasında düşmənə qarşı bu attığı mərmiləri herkes bütün Qarabağlar, bütün Azərbaycan xalqı və bütün şəhidlərimizdən hər zaman fərq edilmişik. Bizi birləşdirən dəyər deyilən bir şey var ki, o dəyər arxasında bugün buna birləşmişik. Bu dəyərə qiymət verən insanlar və artıq və ondan əvvəl də tanımışıq. Biz Qorxmaz Qarabağlı deyilən bir şəxsi bir insanı tanımışıq və o insan həqiqətən də 6 il ərzində bütün şəhid ailələrini, istər 1-ci Qarabağ müharibəsi, istər bütün vətən müharibəsində canından qanundan keçmiş bütün şəhidlərin, həm onların məsləkini, əqidəsini yaşadığı insan, həm də bütün tədbirlərdə iştirak edir. Bir neçə qurumdan qabaq işğaldan azad olunmuş Sarzalı kəndində yeni tikilmiş Sarzalı kəndində bir şəhidimizin bir anam tədbiri keçirildi orada. Yəni onu gətirirəm ki, Qorxmaz hardan eşidirsə bir şəhid tədbiri keçiriləcək və oradadır. Qorxmaz o bizi birləşdirən o dəyər, bilən dəyərə qiymət verən insanlardır. Həqiqətən də hər bir kəsin ona böyük hörməti var. İstər toy məclislərində, istər belə gözəl vətənpərvər tədbirlərdə həmişə yaxından iştirak edir, istər ki, Qorxmaz dinləyir. Demək olar ki, bütün məclislərimizin yaraşıqlıdır. Təşəkkür edirəm. Sağ olun. Sizə mən özü təşəkkür edirəm ki, siz nəinki öz kəndinizi, Ağdamı, hətta başqa şəhidlərimizin də tədbirlərini belə gözəl, təntəraqlı keçirirsiniz və sizin muzeydə olan bütün o şəhidlərimizin hansı ki eksponatları var, onların şəkilləri var, onlar haqqında məlumat var, onları bizim gələcək nəsil olan məktəblilərə tanıtırsınız. Sizə böyük təşəkkürümü bildirirəm və sizin kollektivinizə böyük təşəkkürümü bildirirəm ki, belə gözəl o eksponatları hamısını nətər lazımdır, onlar saxlayırlar. Vətən. Hər kəsin vətən adlı bir anlayışı var. Kimisi atamdır deyir, kimisi anamdır deyir. Artıq vətən onlar üçün şəhid övladlarıdır. Vətən sözü 5 hərfdən ibarətdir. Bir əldə də 5 barmaq var. Bu barmaqlar yumulanda yumruq əmələ gəlir. Yumruğu əmələ gətirən oğullarımız bizim şəhidlərimizdir. Bizim qazilərimizdir, bizim veteranlarımızdır. Hansı ki o
baş barmaq onu möhkəmlədir, o bizim Ali Baş Komandanımızdır. Birinci Qarabağ müharibəsi bizim hər birimizin yadımızdadır. Bizim şəhid atalarımızın hər biri Birinci Qarabağ müharibəsinin qaziləridir. Və onların başladığı o missiyanı bizim igid qəhrəman oğullarımız sona yetirdi. Bizim Səyyaf qardaşımız Birinci Qarabağ müharibəsində, hansı ki mən bayaq Sahib müəllimlə danışanda dedim, bu ay və bir də gələn ay bizim şəhidlərimiz çox oldu. O vaxtı bizim nə Ali Baş Komandan var idi, hər kərkinəli idi, bizim ordumuzun silahı yox idi, arsenalında heç bir silah yox idi, tir tüfəngi idi, təhlülə idi, qoşarülə idi, beşaslan idi. Bax, o oğullarımız hamısı vətənpərvər və vətəni qorumaq üçün qeyrət, şərəf, namus üçün getdilər. Mən onu həmişə deyirəm. Torpağı qorumaq necə şərəf, qeyrət tələb edirdisə, bu günlərim bizim çiynimizə də qeyrətli, şərəfli olmaq düşür ki, onları yaşadaq. Şəhidlərimizi yaşatmaq bizim həmişə borcumuzdur. Mən Çingiz qardaşımızı tanıyanda Sahib müəllimlə müraciət edirəm, dedi ki, onun qardaşı da şəhid olur. Dedim, hə, dərdlərin qədrini dərd edirəm. Çingiz qardaşımın mən həmişə paylaşımlarına baxıram. Harada şəhid plakatı görür, tanıdı, tanımadı. Yəni şəhidin hamısı öz bizimdir. O plakatı durub üzün silir və yaxud qarşısın ot basırsa otun və yaxud bayrağı pisdirsə onu düzəldir və yaxud ağaca ilişirsə onu düzəldir. Vətənpərvərliyi insana demirlər ki, sən get vətənpərvər ol. O, onun qanunda olmalı. Və bizim Səyyaf qardaşımızın da Allah məqamını uca eləsin. O, Allah cəmi şəhidlərimizin məqamını uca eləsin. Allah Çingiz qardaş sizə səbir versin, atana, anana da rəhmət eləsin. Bu Ağdam torpağı qəhrəmanlar, igidlər boylarıdır. Həqiqətən də. Həmişə Ağdamın adı çəkilərdə deyirdilər ki, əgər Ağdamlı ilə dostsansa, ailənin uşağını onlara etibar edə bilərsən. Qeyrət, namus ən birinci. Deyiləndə deyirdilər ki, Ağdamlıdır. Allah vətənimizi qorusun, birliyimizi pozmasın və sənə də başsağlığı veririk. Allah vətənimizi qorusun, birliyimizi pozmasın və sənə də başsağlığı veririk. Təşəkkür edirəm, Sahib müəllim. Allah canınızı sağ eləsin. Bu muzeydəki bizim Azərbaycanımızda belə bir muzeydir. Allah sizi var eləsin. Sağ olun, təşəkkür ederim. Sağ olun. Çox sağ olun. Geniş məlumat verdim. Əlbəttə ki, bizim qəhrəman şəhidlərimizin sayəsində bugün bizim Qarabağ torpaqları azaddır. Bizim Cəbhə boyu kənd sakinləri 30 ildən sonra artıq zülüm çəkdilər, əzab çəkdilər, burada yaşadılar. Bizim şəhid uşaqlarımız, hansı ki, həmən o evlatlar vətən torpağını azad edədilər, onlar ana bətnində düşmanın atdığı mərmilərin səsinə diksinərək onlar onu hətta ana bətnindən hiss edirlər. Düşmənə qarşı mikrofonlarda yaranmışdır və 44 gün vətən müharibəsində onlar Ali Baş Komandanın rəhbərliyi ilə dəmir yolunun ətrafında sıx birləşərək o torpaqlarımızı azad etdilər. Və o şəhid övladlardan da birinin bu günlərim şəhidlik zirvəsinə uzalandan sonraki dövrdə anadan olan o nəslin davamçılarından biri bizim İsmailov şəhidimiz Mirrəhim Mehdiyoğlu'nun sonuncu qardaşı oğlu, qardaşı övladı da kiçik övlad burada bugün tədbirdə iştirak edir. Gəbura o övladın da bugün əmilərə, dayılara öz şehir payı ilə gəlib və hər birimiz bütün şəhid ailələrində gözəl övladını tanıyır və bunun da bu günlərim həm əmilərinə, həm dayılarına, şəhid əmilərinə deməyə çalışıyorum. Övlad kimi doğulmuşsun, şəhid kimi getdiniz əmlər. Bu dünyada bir iz qoydunuz, öz arzuna yetdiniz əmlər.
Elə bərkdir vətən sevginiz, dönüb vətən olduğunuz əmlər. Vətən sevər hər insanı, könlündə yer aldınız əmlər. Gülər üzün baxışları, şəkillərində qaldı əmlər. Vətən eşqiniz, torpaq eşqiniz sizi bizdən aldı əmlər. Ay, sağ ol. Bax, bu günləri bizim az yaşlı burada 2 övlad iştirak edir bax bu tədbirdə. Belə tədbirlər bunların vətənpərvərlik həyatında, gələcək həyatında mühüm rol oynayacaq. Onlardan biri bizim şəhidimiz Mürrəhimin qardaşı övladıdır. Biri də şəhidimiz Səyyafın yenə qardaşı övladı burada tədbirdə iştirak edir ki, yəni belə tədbirlər bu övladların vətənpərvərliyində mühüm rol oynayacaq. Allah xoşbəxt eləsin. O övladlar, o şəhidlər bunların xoş rifahı yaşaması üçün öz qanlarından keçirlər. Və tədbirimizin sonu yaxınlaşır. Şəhidimizin bugün qardaşı Çingizi hər kəs tanıyır. Çingiz Durca bura. Çingiz öz vətənpərvər hərəkətinə hər kəsin sevimlisi olur. Və mən istərdim ki, Çingizi bax, o vətənpərvərinə görə bir alqışlayaq. Və Çingiz, artıq söz sənindir. Sən qonaqlarımıza nə deyirsən? Şeir payından söz sənindir. Buyur. Allah'tan bütün şehitlerimize rahmet, gazilerimize can sağlığı, Allah ordumuzu, prezidentimizi korusun. Allah'tan gene deyirəm, bütün şehitlere rahmet, şehit ataların korusun, Allah anaları korusun, bütün gazilerimizi, veteranlarımızı korusun. Sağ olun ki bu tədbiri ərsəyə gətirdiniz. Mənim də şəhidlər haqqında şeirim var. Bunu da vəliyyətdirəm yazıb. Hamı bu şeiri məndən həmişə soruşur ki, səndən xahiş edirəm ki, bu şeiri deyil. Düz 30 il ayrı düşdüm elimdən, düşmədik bir anda vətən dilimdən. Azad oldu düşmənlərin felindən, götürüldü üstümdən qəmim kədərim, sizə qurban ey şəhidlərim. Bağban olub bağa həyat gətirdiniz, səhralarda çiçək güllər bitirdiniz. Doğma ilə xoş günləri yetirdiniz, döndü gülə yaza çölüm çəmənim, sizə qurbanım ey şəhidlərim. Sizə minnətdarıq, sizə hər zaman, yurda şirin canı verdiniz qurban, qovdunuz düşməni siz Qarabağdan, çağladı qurmuş bulağı mənim, sizə qurbanım ey şəhidlərim. Görmüşəm fələyin hər cür oyunun, qalandı torpağım, dağıldı yurdum. Bir ali komandan, bir də ki ordum, asli könlüm həm adilin, həm elin, sizə qurbanım ey şəhidlər. Allah'tan bütün şəhidlərimizə rəhmət, bütün şəhidlərimizə də baş əyir. Allah sizlər qorusun, canlı sağlık etsin, ölənlərinizə rəhmət. Sağ ol, sağ olasın. Allah sana sağ olasın. Allah şəhidimizə Məhəmmədov Səyyaf Elxanoğlu'na rəhmət eləsin. Allah sana can sağlık etsin. Sən o qardaşının, bütün qardaşlarının, şəhid qardaşlarının həmişə adını yüksək tutursan və öz əməlinlə onu göstərirsən. Çox sağ ol. Sağ olun, minnətdarımızı bildirir. Sağ ol. Allah hepinizden razı olsun. Əziz tədbir iştirakçılarımız, Allah sizdən sağ olun desin. Rahid Məhəmmədovada döyüş yönetimizini, bütün kollektiv adına sizlərə özlərin minnətlərimizi bildiririk ki, bu günlərin bizim dəvətimizi qəbul edərək gəldiniz, bizim Səyyaf qardaşımızın anım tədbirində iştirak ediniz. Çox sağ olun, Allah sizdən sağ olun.